Qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən 20 nəfər saxlanılıb. Sosial şəbəkədə qarşıma onlayn kazino çıxdı. Həmin linka yazaraq pul göndərdim və həmin linka daxil olaraq kazino oyunu oynadım. Hər dəfəsində pul vuraraq uduzmuşam. Onlayn kazino nömrəsi götürdüm. Oradan kod aldım. Kod verdilər, kazino oynayırdım. Udduğum yəni olmayıb, uduzmuşam. Mənim nömrə atıbdılar, WhatsApp nömrəsi. WhatsApp nömrəsində də kart vasitəsilə onlardan müxtəlif kod, link falan almışam. Hər dəfə də uduzmuşam. Heç kimə də məsləhət görmürəm. Kiberpolis qanunsuz onlayn qumar oyunlarında aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib. Növbəti əməliyyat texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına, ölkə ərazisindəki mövcud hüquq qaydalarına zidd olaraq qoşulan şəxslər müəyyən ediliblər. Həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanuna uyğun tədbirlər görülüb. Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Fidan Əsədli, Xəzər xəbər.